biz əhl-i sünnə olaraq Şiə məzhəbində olan insanları kafir saymırıq, müsəlman görürük. Ola bilər, məsələn, bəzi firqələr var, məsələn, qaramitalar olsun, məsələn, rafizilər olsun, yaxud məsələn, ələvilər olsun. Elə firqələr var ki, məsələn, onlarda küfür açıq aydındır, mövcuddur. Məsələn, etiqad edirlər ki, Quran dəyişdirilib, əlimizdə olan, oxuduğumuz Quran o deyil. Həqiqi Quran Mehdidədir, o gətirəcək. Yaxud məsələn, Cəbrail vəhyi nazil edəndə İmam Əliyə gətirməli idi, səhv salıb Muhammed sallallahu aleyhi və səlləmə verib. Yaxud məsələn, İmam Əliyə Allah deyirlər, üluhiyyə sifətini verirlər ona, İmam Əliyə, ibadət edirlər. Belə firqələr var, bunlar küfürdür, şək yoxdur. Amma Şiə məzhəbində olan insanlar, məsələn, bizim ətrafımızda elə bir yerdə yaşayırıq ki, dost, tanış, əksəriyyəti Şiə məzhəbində olan, biz onları müsəlman görürük, burada heç bir problem yoxdur. Düzdür, bəzi şeylərlə biz razılaşmırıq. Məsələn, Şiələr var ki, İmam Əlini Osman bin Affandan daha fəzilətli görür, üstün. Biz deyirik, bu xətadır. Osman Əlidən daha üstündür. Lakin, məsələn, İmam Əli xilafətə daha, xəlifəliyə daha layiq idi. Var bu kimi, bu insanlar təkfir edilmir. Ən uzağı deyəcəksən ki, bu xətadır, səhvdir. Yəni, Şiə məzhəbində olan insanlar, onlar bu etiqadda deyirlər. Məsələn, bizim ətrafımızda Şiələr var, Şiə məzhəbində olan insanlar var, müsəlmanlar var. Onlara deyəndə deyir, əstəğfirullah, Quran dəyişdirilib nədir, qardaşım? Quran həqiqi Qurandır, Allahın kitabıdır. Yaxud, məsələn, biz Əliyə Allah demirik. Yaxud, məsələn, biz Peyğəmbərin xanımını, möminlərin anası Ayşə radiyallahu anhə söymürük, əuzubillah. Bu ittiham eləmək olmaz. Yaxud biz sahabələri söymürük. Şiə məzhəbindədir. Məzhəb olaraq Şiə məzhəbinlə gedir. Onlar müsəlmandırlar, şək yoxdur.